Salam hörmətli kanal izləyiciləri. Bu günlərim ev sahibi bizi dəvət elədi. Bildirdi ki 25 sot torpaq sahəsi var. Onu satışa çıxartmaq istəyir. Hoş gəldiniz. Dəvət eləmişəm. Bağımızı satmaq istəyirik bağımızı. İçərisində ev də var. İl boyu yaşamaq üçün. Amma ev köhnə ev olduğundan onu məbləğə daxil eləmir. Ev daimi yaşadığım evdir. Yəni yay qış burada qalıram. Qaz, işıq, su, kombisi ilə hər bir şey var. Ev telefonuna qədər var. Amma köhnədən nə deyəmərəm ki, təzə. Baxsın, yəni 24 sotluq qiymətinə elə bilsin. Bura nədir belə? Burada da yay hamam, tualet, kuxna, bir də mağaza nəzərdə tutulur. Hamısı yəni mağazin qapısı hardandır? Birinci tualetdir, ikinci hamamdır, üçüncü kuxnadır, bu da mağazadır. Baxma olar. Əşyalar mağaza eləmək istədim, sonra istədim bırakmaq istəyirəm. Polkalarına qədər aldım, sonra fikrimi dəyişdim. Burada yəni pəncərə yola baxır. Bizə istifadə eləmək olur, şöyle qapısı da var. Yəni ayrıca istifadə eləmək vardır. Kulağını göstərdə bilərdi, amma ofislərin qapısı bağlıdır. Belə təmirlidir. Bura kuxna kimlərdə tutulub. Burada hamam. Biri hamamdır, biri də tualet. Burada da jacuzzi qisminə qədər var. Burada hovuz. Burada hovuzudur, 4-dən 8-ə 2 metrdə dərinliyidir. Su varmaq üçün istifadə edirəm. Polu metbaq vuruluqdur, kapel divarlar qalır, yəni kapel vurulur. Elçin bəy, burada su quyusu var. Su quyusu qarıdır, orada su quyusu. Kaçapkası ilə. Su daimi dedik, ona görə istifadə eləmir. Bu da bizim bağımız, iri tut ağaçlarımız, nar ağaçlarımız. Demək ki, bütün meyvə ağaçları var da, alması, armudu, heyvası, zeytun ağacına kimi var, ənciri, ən çox da üzümü. Mesela 100 şol üzümüm var. Kişmiş, qaraşanı, ağşanı, bu ne, yay üzümü. Kişmiş üstündə çəkə bilərsiniz, bax. Belə bar verir, bax. Bəli, bəli. Belə bar verir. Çavalısı, cilası, nə bilim, şəftəlisi, hər bir ağaçdan var. Bağım da 24-ün 100-ədir. 2 dənə sənətlə 12 sot. 12 sot, 12-in 100-ə, 12-in 100-ə. 2 dənə sənətdir. Bəli. Belə də nə bilim, istəyirik sataq. Adam da yaşlaşıb da istəyir şəhərə köçər. Şəhərdə ev almaq istəyir. Belə. Birdən əgər müştərilərdən 12 sot almaq istəsə, Problem yoxdur, oradan o necə olacaq? söküntü eləyəcəm, 4 metr yol verəcəm. Nə qədər istəyir ala bilər. Aydındır. Tut ağacıdır, 8 dənə tut ağacı var. Burada yəni bu bağzalar saymıram da, bağzalar boxar tutdu. Buradakı zborla komanda eləmişəm. Burada Zalaq da var, xartut da var, qara tut da var. Zalaq, zalaq. Tamam, ərik ağaçlarım var. Baxın, alça ağaçlarım var, alma ağaçlarım var. Ən çox bunlar ağacı. 30'a yaxında ağacım var. Hamısı da Göyçədən gətirmişəm. Yəni Güreyşə sortudur. Baxın, ağaçlarım var. Üstündə bir dənə barı qalır. Bu qəşəng armuddur. Köpək ağacı hələ yetişməkdir. Üstündə barı da var. Demək ki, bütün əncir ağaçlarıdır. Bütün ağaçlarından var. Orada 3 dənə zeytun var, barı da üstündə. Sizin evdən, mansarddan dəniz görsənir. Yəni orada qapısı da var. bəli. Orada yayda cənnət. Yəni burada torpaq alan adam üçün maraqlı olacaq, çünki birbaşa dəniz mənzərəsi var. Yəni dəniz 1 kilometrdir. Buradan beləsin. Düzdür, indi yolla gedəndə biraz soğuqdur, amma beləsinə 1 kilometr. Yəni onu ölçmək olar da. Yolun kəlləsindən dənizə 1000 metr, 1 kilometr. Yəni ölçmək olar. Ayaqla ceyb kəlləsi. Elektriçkaya bizim qapıdan, elə bizim qapıdan 1500 metrdir elektriçkaya. Yəni bağın ki, odur da, nə bilim. Həmin o elektriçka sanki metrodur da.
Sürətli qatarlarla. Tıxaçlardan Bəli, bəli. canımızı elektrika ilə qurtarır. Şəhərin mərkəzinə 28 maya 35 dəqiqə çatma olur. Bəli, 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 bəli. Evdən ayaqla ha, 1500 metrdə ölçmüşəm özüm. Yəni kim istəsə ölçə də bilər də. Yəni məsələn o Saqamerlə telefonda proqram vardı, ölçmüşəm 1500 metr. Buranın suyu, qazı, işığı. Su, işıq, qaz hamısı daimidir. Ev telefonunda var, Bakı nömrəsidir. İnternetim var. Yəni kanalizasiyası yoxdur, Şamboldur da. Yəni burada kanalizasiya yoxdur. Evində sənədi var 257 kvadrat. Torpağında sənədi var 200 də kupça. Evində kupçasını almışam 2,5 dekabrında. Bağın da kupçası elə 2011-dən aldım. Ağadan demədim, bundan ağadı da var. Burada yeşeyin daxtandır, qalaq. Elçin bəy, bir ev haqqında da biraz məlumat verin. İki mərtəbədir. Birinci mərtəbədə yaşayışdır, ikinci mərtəbə mansartdır. Yəni ümumi zaldır. Yəni bölünməyib. Amma birinci mərtəbədə 2 yataq otağı, bir zaldır, bir mətbəx, ayrı-ayrı da sanuzörlər, hamam, tualet. Bir də qarajdır da. Qarajı da ləğv eləyib. Yəni eləmək olar. Belə 3 otaq, mətbəx, hamam, tualetdir. Amma evlər böyükdür da, kvadratları böyükdür. Ən balaca otağım 20 kvadrat. Elçin bəy, qiymət haqqında da məlumat verin. Ümumi bağ arzu olunan sektoran qiymət 8500 lira verək. Amma yəni yüksək salmaq istəyən olsa, razılaşma yolu ilə. Yəni razılaşacaq da. Aydın. Baxır neçə sot istəyir, nə qədər istəyir, hardan istəyir, nədən istəyir. Bəli, mənim fikrimcə çox yaxşı bir variantdır. Yaşıllığı var. Ev tikəndən sonra artıq həyət hazır bir bağ şəklinə salmaq daha asandır. Oldu Elçin bəy. İnşallah Allah müştərisini yetirər. İnşallah. Oldu. İnşallah. Təşəkkürlər, sağ olun. Təvəkkül Allah.